Mənim iştirakım olmadan məhkəmə barəmdə qərar çıxara bilərmi? Cavabı indi ətraflı şəkildə diqqətinizə çatdıracağam. Bəli, mülki prosessual məcəlləyə əsasən məhkəmə aşağıdakı hallarda sizin iştirakınız olmadan işə baxa və yekun qərar çıxara bilər. Qiyabi icraat. Məhkəmə sizi məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar etmişsə, siz isə məhkəmə iclasına gəlmədikdə və gəlməməyinizin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmirsə, işə qiyabi icraat qaydasında baxılır və işin yekununda qiyabi qətnamə qəbul edilir. Kiçik iddialara dair sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti 5000 manatdan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti isə 10.000 manatdan az olan iddialar üzrə işlərə sadələşdirilmiş qaydada baxılır və məhkəmə 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirmədən işə baxır və qətnamə çıxarır. Cavabdehin rəsmi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etmədiyi halda məhkəmə onun iştirakı olmadan iddia icraatı qaydasında da qətnamə qəbul edə bilər. Borc verənin borcluya qarşı tələbi aşkardırsa və ya həmin tələb mütləq şəkildə borclu tərəfindən ödənilməlidirsə, bu hallarda məhkəmə tərəflərin iştirakı olmadan işə əmr icraatı qaydasında baxa və yekun olaraq məhkəmə əmri verə bilər. Məhkəmənin barənizdə qəbul etdiyi qərarda qanunvericiliklə müəyyən edilmiş müddətdə qərar qəbul edilmiş, məhkəməyə və ya yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququnuz var. Şikayət etmək üçün nəzərdə tutulmuş prosessual müddətə riayət edilməlidir. Müddət üzürlü səbəbdən ötürülərsə, müddətin bərpası üçün məhkəməyə ərizə verə bilərsiniz.